Damarların tutulması, xolesterin mübadiləsinin pozulması, damarlarda kirəsləşmə və eyni zamanda damarlarda yağlanma, damarların divarlarının elastikliğinin itməsi, bu kimi əlamətlər ən çox xəstələrimizdə ürəkdə olan problemlərlə əlaqədardır. Eyni zamanda şəkərli diabet xəstələri olan insanlarda bu problemlər daha çox özünü büruzə verir. Bəs bunu nə etmək lazımdır ki, gələcəkdə stent, o cümlədən açıq əməliyyat olmamaq üçün damarları necə eləmək lazımdır ki, təmizləmək lazımdır. Damarları təmizləmək üçün birinci xolesterin mübadiləsini bərpa etmək, yəni elə bir məhsullarla istifadə etmək lazımdır ki, o məhsullar xolesterin mübadiləsini bərpa edir, damarların divarlarının elastikliyini artırır və bu damarların divarlarının elastikliyini artıran məhsullarda antilipid çox yaxşı təsir göstərir. Antilipid çayı damar divarlarının xolesterin mübadiləsini bərpa etməklə yanaşı, eyni zamanda damarların sərtliyinin aradan götürülməsi, damar divarlarında yağlanmanı, kirəsləşməni aradan götürməklə çox yaxşı təsir göstərir.